Azərbaycan futbolunun yüksələn ulduzu, 21 yaşlı hücumçu Nəriman Axundzadə bu qış Qarabağı tərk edə bilməyəcək. Avropa və Asiyadan gələn milyonlarla pul təkliflərinə baxmayaraq, baş məşqçi Qurban Qurbanov qəti qərar verib. Nəriman mövsümün sonuna qədər komandada qalmalıdır. Son günlərdə Nəriman sosial mediada kütləvi tənqidlərin və hətta linç kampaniyasının hədəfi olub. Çempionlar Liqasının əsas mərhələsində Ajaxa qarşı 2-4 hesablı məğlubiyyətdən sonra azarkeşlər və futbol ekspertləri onun performansını sərt şəkildə tənqid edib. Bu, gənc hücumçunun üzərinə ciddi psixoloji təzyiq yaratmış, bir çox media platformasında müzakirələrə səbəb olmuşdu. Qurban Qurbanov isə belə təzyiqlərə baxmayaraq, futbolçunun komandada qalmasının həm onun şəxsi inkişafı, həm də klubun strateji gələcəyi üçün vacib olduğunu vurğulayıb. Baş məşqçi hesab edir ki, Nərimanın yayda satılıb-satılmayacağı yalnız mövsümün sonunda tam aydın olacaq. Nəriman Axundzadənin Avropa və Asiyadan gələn yüksək təklifləri onun ayrılmasının nə qədər şok və əhəmiyyətli olduğunu göstərir. Qərar azarkeşlər arasında böyük müzakirələrə səbəb olub. Bəziləri Qurbanovun qətiyyətini dəstəkləyir, bəziləri isə Nərimanın getməsini gözləyirdi. Hücumçunun adı və gələcək planları hələ də sirr olaraq qalır, amma futbol ictimaiyyəti bu qərarın nəticələrini diqqətlə izləyir. Klub rəhbərliyi də bildirir ki, bu qərar yalnız Nərimanın inkişafını deyil, həm də Azərbaycan futbolunun beynəlxalq səviyyədə nüfuzunu qorumaq üçün strateji addımdır. Sizcə, yayda Nəriman Axundzadə komandadan ayrılacaq, yoxsa Qarabağın lideri olaraq qalacaq? Daha çox belə xəbərlər və eksklüziv məlumatlar üçün kanalımıza abunə olun və bildirişləri açın.